qanuna əlavə ilə bu damarları kəsmişik və bu ölkə iqtisadiyyatına gələcəkdə 10 milyard birbaşa və ya dolayısıyla təsir edəcək. Siz düşündünüzmü ki, ölkəni, gələcəyini bu cür çətin vəziyyətə soxacaqsınız? Baxın, hər şey belə baş verir ha. Heç bir investor bunu görüb bura gəlməz. Belə bir təzadlı qanunu görüb bura nəyə görə gəlsin ki? Bu işi görənlər bilir ki, bu çox çətin bir işdir. Bunu eləyənlərin gərək ki, alnından öpüb yuxarı başa oturturasan ki, gör bizim gələcəyimizi nə qədər qabağımız açır. Tək bir qanuna əlavə və iqtisadiyyata 10 milyard dollar təsir. Dostlar, bugün bir Azərbaycanlının, sıravi bir Azərbaycanlının və yaxud da ki, bir dövlət məmurunun, bir sürücünün və yaxud da bir hüquqşünasın Azərbaycan iqtisadiyyatına bilmədən böyük həcmdə vurduğu ziyandan danışacağım. Təqribən 10 milyard dollara yaxın növbəti illərdə qanuna edilən əlavə nə qədər böyük fəsad gətirəcək və iqtisadiyyatın müxtəlif sahələrini necə zədələyəcək, o haqda danışacağım. Çünki bəlkə bunu siz bir vətəndaş olaraq və yaxud da ki, qanunu yazan hüquqşünas və yaxud da ki, orada idarə müdiri, şöbə müdiri bəlkə də bir dəfə də yenə də əlin vicdanından qoyub düşünəcək ki, doğrudan da biz niyə belə laqeydik? İlk öncə onu demək istəyirəm ki, yol hərəkəti haqqında qanuna əlavədən öncə sadə bir misal gətirmək istəyirəm. Yol hərəkəti haqqında qanun nəqliyyata aiddir. Nəqliyyat isə bir ölkə üçün nə deməkdir? Onu izah etmək istəyirəm. Çoxları deyir ki, nəqliyyat iqtisadiyyatın ürəyidir. Bəziləri deyir beynidir. Əslində qalanda nəqliyyat, əgər bunu insan kimi göstərmək istəsək və onun hissələri kimi göstərmək istəsək, bizim damarımızdır. Nəyə görə damarımızdır? Çünki nəqliyyat damar olaraq bütün iqtisadi sahələrə təsir göstərir və əgər ki, siz bu damarları kəsirsinizsə, o zaman insan bədəni necə ki ölür, heç bir orqandan asılı olmayaraq, onun kimi də iqtisadiyyat çökür. Nəqliyyatı güclü olan dövlətlər iqtisadi inkişaf eləmiş dövlətlərdir. Bir dənə gedin, baxın və diqqət edin ki, nəqliyyatı güclü olan dövlətlər, iqtisadiyyatı güclü olan dövlətlərin yalnız nəqliyyat istehsalı var. Bax, fikir verin, dünyada nəqliyyat istehsal edən ölkələr hamısı iqtisadiyyatı güclü olan ölkələrdir. Bu təsadüfi deyil. Biz qanuna əlavə ilə bu damarları kəsmişik və bu ölkə iqtisadiyyatına gələcəkdə 10 milyard birbaşa və ya dolayısıyla təsir edəcək. Dostlar, istəyirəm ki, ilk öncə rəqəmlərlə danışaq və görək ki, Azərbaycan idxalı ümumiyyətlə, yəni bizim xərcimiz nəyə çıxır? Birinci, ilk öncə bunu bildirmək istəyirəm ki, sonradan rahat olsun bizim bu məsələlərə toxunmamız. Deməli belədir, Azərbaycanda 2025-ci ildə illik idxalatımız 24,4 milyard olub. Bundan 2,6 miljardı kənd təsərrüfatı məhsulları, 3,1 miljardı nəqliyyat və ehtiyat hissələri, 3,7 milyardı isə maşın və avadanlıq olub. Düşünün ki, ümumi idxalatımızın 40% ətrafı sadəcə bu üç şeydir. Videomuzun adı belədir ki, 10 milyard dollar ziyan və mikromobillik. Mən bunları təsadüfən demədim. Çünki bu saydıqlarımın içində mikromobilliyin çox böyük bir təsiri var. Əslində qalanda son zamanlarda Azərbaycanda mikromobilliyyət təşviq edilir. Görmüsünüz, yəni ki, Bakı şəhərində zolaqlar çəkilir, müxtəlif dövlət qurumlarının görüşlərində özəlliklə bu məsələ qaldırılır və bu gələcəkdə nətər olacaq deyə fikirlər söylənir. Amma çox böyük bir səhv edirlər. Deməli, əsas səhv nədir? Mikromobilliyin anlaşılmamasıdır əsas səhv. Məsələ burasındadır ki, elə bilirlər ki, mikromobillik Bakı şəhərində tıxacın azaldılmasına xidmət eləyəcək və eyni zamanda ümumiyyətlə insanların kiçik nəqliyyat vasitələrindən istifadə etməklə ekolojik normaları tənzimləmək əldə ediləcək. Bu fundamental səhvdir. Yəni bu çox böyük bir səhvdir. Ona görə ki, mikromobilliyin əsas ideyası xərci aşağı salmaqdır. Məsəl üçün kiçik bir misal verəcəm, özünüz başa düşəcəksiniz məni. Siz 2 tonluq, 3 tonluq bir yük maşını ilə evinizin yanındakı supermarketdən çörək almağa gedərsiniz. Bu iqtisadi cinayətdir. Yəni, mikromobilliyin əsas ideyası xərclərin aşağı salınması və əlçatanlıqdır. Yəni, bu iqtisadiyyatın istənilən sahəsinə təsir edir. Həm iqtisadi inkişafa gətirib çıxardır, həm də xərclərin azaldılmasına gətirib çıxardır. Və bu, dolayısıyla ilk növbədə kənd təsərrüfatına təsir edir. Nəyə görə? Çünki kənd təsərrüfatında nəqliyyat ən vacib faktorlardan biridir. Və bugün bizim qanuna elədiyimiz əlavə onların belin qırır və onlardakı əlçatanlığı itirir. Sizin bu 2,6 milyard idxalatınız var ha. Gələcəkdə görəcəksiniz ki, bu 3,5 milyard oldu. Bəlkə də Azərbaycanın potensialı, rəqəmlər nisbi ola bilər. Bugün elə-belə misal üçün deyirəm. Bəlkə də Azərbaycanın potensialı nəinki 2,6 milyard idxalat, hətta
5 milyard kənd təsərrüfatı məhsullarının ixracatına gətirib çıxarda bilər. Amma bunun üçün nə lazımdır? Kəndçi hərəkətə gəlməlidir. Kəndlinin hərəkəti nə olmalıdır? Traktorla mı? Böyük yük maşını ilə mi? Yoxsa mikromobillə mi? Kənd təsərrüfatında məhsuldarlıq inqilabı. Yəni, nə edə bilərik ki, məhsuldarlıq yüksəlsin? Hərəkətə gəlməliyik və xərcləri aşağı salmalıyıq. Almaniya, İtaliya, bir çox Avropa ölkələri artıq bundan istifadə edir. Kitay kənd təsərrüfatında kiçik daşımaları, 2 tona qədər olan daşımaları artıq 70%-ni mikromobillərlə, yəni trisikillərlə və yaxud da ki, digər vasitələrlə yerinə yetirir. Bu xərci aşağı salır, kəndçini hərəkətə gətirir, kəndçinin gəlirini artırır və məhsulun bazara daha ucuz gətirib çıxarmasına səbəb olur. Beləliklə, kəndli və kiçik fermer təsərrüfatı inkişaf eləyir, çünki onun xərci aşağı düşür. Hesablamalara görə nəqliyyat xərclərini təqribən 40%-nə qədər azaldır. Siz bilirsinizmi ki, müxtəlif araşdırmalara görə kənd və rayon yerində yaşayan vətəndaşlar şəhərə nəzərən onların nəqliyyat xərci 20-30% daha çoxdur. Bu mikromobillik əsasən regionlarda əlçatanlığı qaldırır və xərcləri aşağı salır. Beləliklə, məhsuldarlıq yüksəlir. Əlçatan nəqliyyat və yaşıl enerji. Dostlar, siz görürsünüz ki, Bakı şəhərini tıxaclar basıb, biz hərəkət edə bilmirik. Deyirsiniz ki, ölkədə maşın çoxdur, nəqliyyat çoxdur. Bəs amma siz bilirsinizmi ki, hər 1000 nəfərə düşən nəqliyyat vasitəsinin sayına görə biz dünyada çox geri qalırıq və bunu açıq-aşkar siz bizim regionlarda görə bilərsiniz. Əsasən rayon və kəndlərimizdə görə bilərsiniz. Yəni ki, çoxlarının başına gedib. Rayonuna gedəndə görürsən ki, yolun kənarında istəyir hava yağışlı olsun, istəyir isti olsun, şiddətli isti olsun, yolun kənarında insanlar piyada olaraq gedirlər və çox vaxt əl eləyirlər. Xəstəsi var, cavanı var, qocası var. Əl eləyir ki, məni də götür. Nəyə görə soruşsa hara gelirsən, deyir, hara qədər apara bilərsən ora. Adətən çalışırlar ki, rayon mərkəzinə getsinlər. Çünki kəndlərdə infrastruktur zəifdir. Adicə bir aptekdən tutmuş hər hansı bir şeyin alınması belə çətin olduğuna görə mütləq mərkəzə gedir. Düşünün ki, elə ola bilər ki, mərkəzlə kəndin arası 30-40 kilometr ola bilər və bu insanların nəqliyyat vasitəsi yoxdur. Çünki nəqliyyat vasitəsi çox bahadır. Bu cür insanlar üçün nəqliyyat vasitələri əlçatan olmalıdır. Əlçatan nə deməkdir? Mikromobil deməkdir. Xərc digər normal nəqliyyat vasitəsi nəzərən 10 dəfə aşağı və əlçatanlıq. Bu eyni zamanda bizim yaşıl enerji strategiyamızın bir parçasıdır. Çünki mikromobillər adətən yaşıl enerjilə, yəni elektriklə işləyir və eyni zamanda kəndlə zapravkalar olmadığı üçün, yəni yanacaq dolduran məntəqələr olmadığı üçün əlçatan enerji olur. Yəni istədikləri vaxt o nəqliyyat vasitələrini doldurub yenidən hərəkətə gələ bilirlər və təmir xərcləri də eyni zamanda çox aşağıdır. Düşünün ki, bir insan dayanıb. Onun heç bir iqtisadi fəallıq ola bilməz. Unutmayın, hərəkətsiz insan heç bir iqtisadi fəallıq göstərə bilməz. Mikromobillik bizim regionlarımızı yüksək səviyyədə hərəkətə gətirəcək. 4-cü bölüm 500 milyardlıq bazar və ixrac şansı. Dostlar, McKinsey hesabatlarına görə 2030-cu ilə qədər mikromobillik bazarı 500 milyard dollara qədər yüksələcək. 500 milyard dollar. Siz də düşünün ki, sadəcə biz bunu istifadə eləmirik. Zamanla yavaş-yavaş biz bunu istehsala keçirik. Çünki bilirsiniz ki, Azərbaycanda bəzən bu lağlağı mövzusu olur. Deyirlər ki, Azərbaycanda istehsal olunan nəqliyyat vasitəsinin ancaq havası Azərbaycandandır. Yəni təkəri doldurursan, olur Azərbaycan istehsalı. Qalan hər şey xaricdən gəlir. Düzdür. Bu belədir, çünki böyük nəqliyyat vasitələrinin istehsalı çox müşküldür. Çox böyük təcrübə tələb eləyir və onların qeydiyyatı çox böyük problem çevirir. Unutmayın, kiçik nəqliyyat vasitələrinin qeydiyyatı yoxdur. Onlar nəqliyyat vasitəsi sayılmırlar. Bizi bir yerdən başqa yerə aparırlar, amma onlar nəqliyyat vasitəsi sayılmırlar. Beləliklə, əgər ki biz bunu kiçikdən başlasaq, yəni velosiped, skuter, kiçik motosiklet və mikrokarlar, yəni low speed electric vehicle-lar keçsək, biz dünyada 500 milyardlıq bazarda həm özümüzü təmin etmək, həm də ixracat eləmək şansımız yaranır. Düzdür? Düşünün ki, 1% ixrac edirik. Nə qədər edir? 5 milyard dollar ixrac. Demək olar ki, neftimiz, qazımız qədərdir bu. Mümkündürmü? 100% mümkündür. Siz deyə bilərsiniz ki, qardaş, dünyanın 1%-ni tutmaq çox müşkül məsələdir. Müşküldür eləmək olar, amma yenə də sizin xətrinizə salıram onu 0,1, 0,2%-ə, yəni yarım milyard, 1 milyard eksport şansımız yaranır. Amma bu sadəcə pul demək deyil axı.
Bu eyni zamanda o deməkdir ki, bu sahədə işləyən bizim elmi tədqiqat institutlarımız, universitetlərimiz, tələbələrimiz, mühəndislərimiz inkişaf eləyəcək. Çünki bizim praktikamız yüksələcək. Çünki bizim ustalarımız inkişaf eləyəcək. Bu sahədə sadəcə yüksək mühəndislik lazım deyil ki, eyni zamanda ustalıq da lazımdır. Çünki bunu düzəltmək lazımdır. Ustalar da müəyyən təhsil görürlər və bu eyni zamanda nəyə gətirib çıxardır? Növbəti etapda maşın və avadanlıqlar o ki var idi ha 3,7 milyard. Bax onun da qismən istehsalına və eyni zamanda da təmirini daha düzgün eləyib ithal elədiyimiz məhsulları daha uzun müddətli eləməyimizə gətirib çıxardır. İndi keçək növbəti etapa. Texniki peşə məktəbləri və yerli istehsal. Siz bilirsiniz ki, bəlkə də Təhsil Nazirliyinin dəfələrlə danışığına diqqət eləmisiniz. Bizdə texniki peşə məktəbləri sıfırdan qurulur. Çox da mükəmməl qurulur, binalar və s. amma çox yavaş-yavaş gedir. Səbəb bilirsiniz nədir? Onlara dəstək verən istehsal yoxdur və onların praktika yerləri yoxdur. Amma mənim bu dediyim məsələ mikromobillik. Çünki mikromobillik nədir? Ümumiyyətlə nədir bu? Bu mexanika, mexatronika sahəsi ilə elektronika sahəsinin birləşməsidir. Yəni biz əgər mikromobilləri düzəltməyə çalışsaq, bizim işçilərimiz, bizim mühəndislərimiz, bizim tələbələrimiz başlayacaq bu sahədə inkişaf eləməyə. Bəs maşın və avadanlıqların tərkibi nədir? Maşın və avadanlıqların tərkibi də budur da. Maşın və avadanlıq %70 asılıdır mexatronikadan və elektronikadan. Bu o deməkdir ki, bizim o 3,7 milyardımız var idi. Biz bu sahədən texniki peşə məktəbləri və universitetlərə dəstək, mühəndislər düzəldəndən sonra bu 3,7 milyardlıq idxalatımıza da böyük dəstək verəcəyik. Ola bilər ki, onu qismən istehsal edə biləcəyik, ola bilər ki, onu qoruya biləcəyik. Qorumaq məsələsi belə sizə elə-belə gəlməsin. Düşünün ki, ildə 3,7 milyard dollarlıq nəyisə idxal edirik və onu öz bilməməzliyimiz ucbatından xarab edirik. Bu bizə milli zərərdirmi? Bəli, zərərdir. Amma düşün ki, bunu istifadə eləyəcək və uzun müddətdə eləyə biləcək bir vətəndaşımız var, bir oxumuşumuz var, bir mühəndisimiz var və özlə nə qədərdir? Kütləvidir və nə baş verəcək ortalıqda? Çox sadə bir şey. Texniki peşə məktəblərini bitirən insan o avadanlığa da baxa biləcək və deyəcək ki, qardaş, bunu belə eləmə və biz nə əldə eləyəcəyik? Düşünün ki, 5 il ardıcıl 3,7 milyardlıq idxalatımız eləyir təqribən 3,5, o da 15, 18 milyard yarım, düzdür? Düşünün ki, 5 ildə 18 milyard yarım vermək əvəzinə biz 5 ildə 8 milyard verəcəyik. Baxın, 11 milyard, 10 milyard buradan qabağa düşdüyümü düşdük. Uşağımız oxudu mu, oxudu. Mühəndisimiz əmələ gəldi mi, gəldi. Məktəbimiz əmələ gəldi mi, gəldi. Baxın, bir kiçik mikromobilliklə biz haralara gəldik, çıxdıq. Amma yenə də deyirəm, biz bunu baltalamışıq, onu da yavaş-yavaş deyəcəm. Növbəti bölüm. İdxalın azaldılması və qulluq mədəniyyəti. Dostlar, baxın, istəyir normal vətəndaş olsun, istəyir usta olsun, istəyir mühəndis olsun. Azərbaycanda qulluq mədəniyyəti yoxdur. Ümumiyyətlə, mənim videolarımı çəkmək səbəblərindən biri də odur ki, sizdə bu mədəniyyəti formalaşdırım ki, həmişə deyirəm ki, mənim çəkdiyim videolar sizin cibinizə əgər diqqətlə qulaq asırsınızsa, pul olaraq gəlir. Çünki məsəl üçün deyirəm, tutaq ki, 40 min dollarlıq bir avtomobildə əgər hər hansı bir səhv eləyirsinizsə, vaxtından tez 6-7 min dollar ziyana düşürsünüz. Bunun mənə heç bir xeyri yoxdur. Dövlətə də xeyri yoxdur, millətə də xeyri yoxdur. Amma xarici dövlətə xeyri var. Çünki biz nə edirik? İmport edirik. Bax, bu məsələni aradan da qaldıra bilirik biz. Biz nə edə bilərik? Bizim bu ixtisaslı kadrlarımız, əgər ki, bugünkü gündən hesablayıram, 3,1 milyard nəqliyyat, 3,7 milyard avadanlıq və eyni zamanda maşın. Düzdür? Bu eləyir, kobud götürürəm, təqribən 7 milyard. Düzdür? 7 milyardlıq bir idxalatımızın, sadəcə bir illik idxalatımız, əgər biz düzgün istifadəçi halına gəlsək və əgər biz düzgün təmir roluna keçsək, 20% ömrünü uzatsaq, nə qədər eləyir? 1,4 milyard dollar eləyir. Siz bilirsinizmi ki, ildə 1,4 milyard dollara qənaət ölkə iqtisadiyyatı üçün nə deməkdir? Dostlar, bəs deyə bilərsiniz ki, bax belə qəşəng danışırsan, nədir bunun Azərbaycanda bunun qarşısını alan? Nədir problem? Yol hərəkatı haqqında qanundan edilən əlavə bunu sözün əsl mənasında baltalayır. Deyəcəksiniz ki, nəyə görə? Ümumiyyətlə bu nətər oldu, başladı bu yol hərəkatı haqqında qanunun problemi? Deməli, məsələ burasındadır ki, dostlar, Azərbaycanda mikromobillik yenə dediyim kimi Bakıda zolaqlarla başladı. Əslində qalanda bu tam ayrı bir məfhumdur, bunu sizə dedim. Amma bu zolaqlarla başlayanda yenə də Azərbaycanlı bu delivery, çatdırılma şirkətlərinin rəhbərləri başladı bizim bu Azərbaycanlıları sıxmağa. Yəni, yazıq, cavan uşaqlar, hansı ki ehtiyac sahiblərdir, getdilər işləməyə. Başladı bunlara sıxmağa ki, çatdırılmanı tez elə, sürətli elə və bunlar başladılar qaydaları pozmağa, tək o qida salamat qalsın. Yəni,
şirkət Azərbaycanlı, sıxılan Azərbaycanlı gənclərimiz məhsulu alanda Azərbaycanlı o da deyinədi ki, mənim niyə çörəyim isti gəlməyib və aləm qarışdı bir-birinə, sürət maksimuma keçdi. Bu anda özünü apara bilməyən, nətər deyim, xoşa gəlməz vətəndaşlarımız başladı xuliqanlıq eləməyə. Xuliqanlıq o həddə çatdı ki, artıq polislə nətər deyim, xoşa gəlməz həddə gəldi, ölüm hadisələri artdı və polis də sözün əsl mənasında bundan bezdi. Çünki ölüm hadisəsi artanda, nəqliyyat hadisələri artanda qurum olaraq onların üstünə gedirlər. Və bu da dedi ki, bu məsələnin qarşısı alınmalıdır və qərar verdilər ki, buna dövlət nömrə nişanı qoyulsun. Dövlət nömrə nişanı qoyulsun ayrı şeydir. Cenevra konvensiyasına qarşı çıxmaq ayrı şeydir. Azərbaycan standartlarına qarşı çıxmaq ayrı şeydir. Gömrük normalarına və eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin qoyduğu iqtisadi təşviqlərə qarşı çıxmaq ayrı şeydir. Əvvəlcə sizə dedim, baxın, sizə izah elədim. Sürücü özünü apara bilmədi. Şirkət uşaqları sıxdı. Hətta şəxsi nəqliyyat vasitəsi sahibləri, mini skuter, kick skuter, velosiped, motosiklet başladılar xoşagəlməz hərəkətlər etməyə. Yəni Azərbaycanlılar üçün bu sadəcə bir oyun idi. Dövlət yol polisinin işi üçün isə bu təhlükəsizliyin qarşısını almaq idi. Baxın, bunlar birləşdilər və digər qurumlar da qərara gəldilər ki, gəlin biz bunu dayandıraq. Və nə baş verdi? Azərbaycanda bütün nəqliyyat vasitəsini yeni qanunda moped adlandırdılar və dedilər ki, bütün nəqliyyat vasitəsi nömrə almalıdır və yolun sağı ilə getməlidir. Və siz bilirsinizmi ki, Cenevra konvensiyasına görə 25 km/saata qədər olan istənilən nəqliyyat vasitəsi ki, bu mikromobilliyin təməlidir. Baxın ha, mikromobilliyin təməlidir, onu kəsdilər. Cenevra konvensiyasına görə mikromobillər 25 km-ə qədərdir və dünyanın hər bir yerində bu nəqliyyat vasitəsinə heç nə taxmaq olmaz. Bu azaddır. Amma bunu qırdılar. Eyni zamanda qəribəsi odur ki, Cenevra konvensiyasından əlavə Azərbaycan dövlətinin qoyduğu standartlaşdırma, yəni nəqliyyat vasitəsini identifikasiya edən qurum ki var ha, ki bu nədir? Bax, o qurum deyir ki, mən Cenevra konvensiyası ilə gedirəm və 25 km/saata qədər olan nəqliyyat vasitəsi sayılmır. Eyni zamanda Gömrük Komitəsi də bunu belə deyir. Yəni idxalata baxsaz 25 km/saat maksimal sürətlə limitlənmiş nəqliyyat vasitələri sayılmır. Bundan belə təzadlı bir qanun, bunu kim yazdı? Bir hüquqşünas, bir idarə, bir şöbə. Siz düşündünüzmü ki, ölkəni, gələcəyini bu cür çətin vəziyyətə soxacaqsınız? Baxın, hər şey belə baş verir ha. Hər şeyi biz eləyirik. Kiçik bir əməl Azərbaycanlı nəqliyyat vasitəsini sürə bilmədi. Şirkət adamları tələsdirdi. Alıcı insanları incitdi. Bunlar hamısı həll ola bilən bir məsələ idi. Amma neynədilər? Məsuliyyətdən qaçdılar. Problem yaratdılar. Ölüm hadisələri baş verdi və nəticədə yeni qanun çıxdı. Yeni qanunu yazanlar da baxmadılar ki, bu ölkə qanunvericiliyinə tamamilə ziddir. Beynəlxalq konvensiyaya ziddir. Götürdülər, yazdılar və ölkəni, gələcəyini 10 milyarddan məhrum elədilər. Dostlar, çox xahiş edirəm belə şeylərə diqqətli olun. Mümkünsə ümumiyyətlə bu qanun yenidən yazılsın. Mən müxtəlif qurumlara müraciət etdim, heç bir mənə fikir vermədi. Adlarını çəkmək istəmirəm. Hamısına yazdım, göndərdim ki, açıq şəkildə ciddi problem yaradırsınız. Açıq şəkildə. Bunu həll eləmək olardı, amma heç kəs həll eləmək istəmir. Heç kəs vətəndaş həll eləmək istəmir. Baxın, problem vətəndaş yaratdı. Dostlar, hər gün səhər-səhər duranda bir Azərbaycanlı olaraq düşünün ki, mən bugün öz əməlimlə bu millətə, bu xalqa, bu dövlətə bir qəpik də olsun yardım edə bildimmi? Mən bu iqtisadiyyata yardım edə bildimmi? Dostlar, sadə vətəndaş və yüksək vəzifəli şəxs, hüquqşünas və yaxud da ki, sürücü, hamımız eynik, hamımız Azərbaycanlıyıq. Biz bu dövlətə dəstək verməsək, bu dövlət düzəlməyəcək. Bax, sizə göstərdim, nə cür oldu ki, ciddi bir iqtisadi fəallıqdan biz gəldik, axmaq bir vəziyyətə düşdük. Səbəb nədir? Özümüz. Düzdür? Dostlar, ona görə sizdən xahiş edirəm. Çox-çox xahiş edirəm. İstəyirsinizsə ki, Azərbaycan inkişaf eləsin, hər bir məqama diqqət edin. Biz hamımız önəmli rol oynayırıq bu ölkədə. Azərbaycanlı pisləməyək. Azərbaycan gözəl yerdir. Dövlət də gözəldir, millət də gözəldir. Hər bir millət əgər öz dövləti üçün hər hansı bir addım atmasa, o dövlətin inkişafı mümkün deyil. Azərbaycanlı pisləməyək, özümüzü pisləyək və mümkündürsə bu videonu heç vaxt deməmişəm, paylaşın ki, bu video getsin, müvafiq qurumlar bunu görsün və düzəltsinlər. İnanın mənə, heç bir investor bunu görüb bura gəlməz. Heç kəs başını bu qədər problemə soxmaz. Düşünün ki, bir investor, bir istehsalçı belə bir təzadlı qanunu görüb bura nəyə görə gəlsin ki? Və ümumi inkişafın kömək nəyə görə eləsin ki? Bu çox çətin bir işdir. İnsanlar, bu işi görənlər bilir ki, bu çox çətin bir işdir. Bunu
eləyənlərin gərək ki, alnından öpüb yuxarı başa tuturasan ki, gör bizim gələcəyimizi nə qədər qabağımız açır, nə qədər inkişafımız səbəb olur. Amma baxın, görün qanunvericilik nə deyir. Bunu görən iş bura gələr.